Abşeronda dəhşətli hadisə baş verib. İlkin məlumata görə 35 yaşlı Heybət Quliyev bıçaqlanma nəticəsində həyatını itirib. Məlum hadisə Xırdalan şəhəri Nəsibə Zeynalova 17 ünvanında məhz bu binanın qarşısında qeydə alınıb. 35 yaşlı Heybət Quliyev öz tanışı tərəfindən bu binanın qarşısında boğazı kəsilərək qətlə yetirilib. Məlum hadisədən sonra meyit aidiyyət üzrə təhvil verilib, fakt araşdırılır. Məlumata əsasən Heybət Quliyev 3 tanışı ilə birlikdə kafedə oturaraq çay içirmiş. Məlum qətl hadisəsindən öncə tərəflər məhz bu kafedə və bu masada çay süfrəsində əyləşiblər. Lakin aralarında yaranan mübahisə zəminində kafe rəhbərliyi onları kafedən uzaqlaşdırıb və hadisə də məhz kafenin yaxınlığında binanın qarşısında törədilib. Demişəm qardaş, xahiş eləyirəm, durun tərk edin kafeni. Mənim mamamın təzyiqi qalxıb, mən mamanın təzyiqinə görə evə getməliyəm. Bəs hadisədən sonra necə xəbər tutdunuz? Nə bildiniz ki, həmin onu bıçaqlayıblar? Yox, mənim hadisədən xəbərim yoxdur. Ərazidə yaşayan sakinlərin sözlərinə görə Heybət Quliyev ailəli olub, 2 övladı varmış. Onun ailənin tək övladı olduğu bildirilir. Qeyd olunur ki, mərhumun körpə övladlarından biri cəmi bir neçə gün əvvəl dünyaya gəlib, təxminən 3-5 gün öncə. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov APA'nın sorğusuna cavab olaraq bildirib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü şəxs saxlanılaraq istintaqa təhvil verilib. Hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.